Bir daha vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, ikinci hissədə yenidən bir yerdə. Bir daha xatırladaq. 9 yaşlardan ibarət Respublika çempionatı, U9 liqası görüşürəm. Diniye Futbol Məktəbi və Enzo United komandaları üzlədir. DFM Fasiliyə 3-0 hesabı ilə öndə yolanda görə ikinci hissədə bizi nə gözləyir? Sabitləyək. Zərbə çötür, raketli bu Elmi Məmmədli. Sol ayaqla zərbə. Dayanmaq bilmir. Və Emin Mahmudovun trend alına gətirdiyi qol sevincini yad edir Elmi Məmmədli. Demək olar ki, keçirdiyi bütün görüşlərdə baxımlı qolu var. Bir qolu var demirəm, baxımlı bir qolu var. Meydanda olur bütün oyunlarda fərqlənməyə bacarır. Daha bir cət, Yunus bu səfər alınmadı. Bir aldacan İbrahim Qarayev. Bəli, 4-0 oldu. 4 cavabsız gol. Dini Futbol Məktəbi 4. Enzo United 0. Koroğlu Sportçu İdman Meydançasında 9 yaşlı arasındakı Respublika çempionatında bir daha qeyd edək. DFM 4-0 hesabı ilə öndədir. Qayda pozusu qeydə almadı. Yerdə qalan oyuncu var. Refer davam dedi. Yusuf Əzimzadə. Yusuf artıq ayağa qalxıb. Əzimzadə. Səsim gəlindi sizcə. Mən dediyimi anlamırsınız. Mən sizi səssiz atım. Yenəmli olacaq qapı qarşısına Məhəmməd Yunisov. Elə bir də bu səfər qapıcı keçid vermədi ona. Son dəfə xatırlatma edirəm. Koroğlu Sport İdman Meydançasında 9 yaşlı arasındakı Respublika çempionatı Diniye Futbol Məktəbi və Enzo United komandaları üzlədir. Diniye Futbol Məktəbi DFM 4-0 hesabı ilə öndədir. Enzo yönündə. Elmin bu bir ev tapşırığı idi. İbrahim Qarayev. Yaşlı mübarizə izləyirik. Burada bir-birlərinə başa düşmədilər. Yusif. Cina dəyişili. Zərbə çöktü. Cahidin zərbəsi. Ötürmək istəyi burada Cahidin pressing vardı, qazanma bacardı. Bu təzyiq nəticəsində bir korner qazandı. Üçdən zərbə olacaq. Bu hesabla barışmaq istəmir. Dinev kollektivi fərqi bir qədər daxılmaq üçün əmlələr edirlər. Ötürmək istəyi müdafiəçilərdən geri qayıtdı. Elmi Məmmədli, Yusuf da geri çəkildi. Enzoyun əksizun şansı ola bilərmi? Keçmədi. DFM əksizun şansı İbrahim Qarayev. Qarayev. Məhəmməd Yunisov. Yunisov. Yəqanlı doğru ötürmək. Sənimcə yaxşı düşünmüşdü. Orada Cahid ötürməni gözləmirdi. Cahid. DFM oyuncuları qazandılar. Elmi Məmmədli yenidən Cahidə qaytarmaq istədi, alınmadı. Ekran bəyəni paylaşaq zəhmət olmasa. Minnətdarım. Bəyəni paylaşaq ki, bu gənclərimiz daha çox kütlə qarşısına çıxsın, daha çox şəxs izləsin. Belə oyuncuları, belə oyunları.
Cəhət Qarayev. Mərkəzə doğru Yusif Əzimzadə. Yusif. Bir korner, bir duran top şansı. Cərimə meydançasının dəvərindədir. DFM adına 3 oyuncu var. Messiyə keçmədi, uzaqlaşdırmaq çəkdi. Yusif Əzimzadə, İbrahim Qarayev. Yedən Yusiflə oynadı. Əzimzadə. Ötürmə komanda yoldaşına Cahit. Dirəyə dəydi. Təkrar həmlə. Məhəmməd Yunisov. Cuzanda daha bir korner. Yunisov. Mehmet Yunisov ve gol. Yunisov. Beklemeye bacarır. Arda cəhətlər. Müdafiəçilər topu uzaqlaşdıra bilmədi. Fərq bir qədər də artır. 5-0. Bir tərəfli, tək tərəfli qollar izləyirik. Green Futbol məktəbi 5. Enzo United komandası 0. İndi Enzo önemləsi olacaq. Anar Erzumanov top meydandan çıxarmışdı. Korner. İkinci hissədə Enzo United'ın ilk 3-dən zərbəsidir. Qapıya doğru ötürmək hissəyə alınmadı. Nə olub Qacobova? Yusif Əzimzadə. Yusif. Əzimzadə ötürmək hissəyə. Cahidə çatmadı. Resim şansı alamadı. Mehmet Yunisov. Rasul, Cama, молодцы. Вот пас надо. В конце пас надо. Хорошо? Пас дайте. Иди помоги, Cama, иди помоги, иди помоги. Nasıl görsəm onu atacam bloka. Elmi Mehmet'ti. Təzik var. Enjoy. Kollektivi zərbə çəkdi Murad Əzizli. Enzo'nun ötən dəqiqələrinə yaxaladığı ən real qol epizodlarından birini izlədik. Qapçı ilə birə-bir qalmışdı. Murad Əzizli. Qapçının toxunulmaz saxlama bacardı, rəqibə keçid vermiş. Siyahım doludur. Gələk onları təmizləyəm sonra. Qapıdan zərbə. Yusif. Əzimzadə. Bir ara ötürməsi imkanına çatmadı. Enzo Nexus'un şansı. Elmi Məhmədov bir qədər rəqibin təzyiqini gözləyir. Üzərlərinə çəkərək müdafiədə boşluqlar axtarır. DFM oyuncuları Qacobova təşəkkür. Hissəli qazanan top. Yusif Əzimzadə. Bravo Cama, bravo. Tamam. Dur Cama, dur. Geliyor. Təhlükə ələmləydi. Təzyiq var. Mehmet Yunisov. İlk əmrədə top meydanda saxlama bacarsa da davamı gəlmədi.
qeyd edək. Koroğlu Sport idman meydançasında 9 yaşlı arasındakı Respublika çempionatı Dini Futbol Məktəbi Enzo United komandaları üzrədir. DFM-in Dini Futbol Məktəbinin 5-0'lık üstünlüğü var. Rəqib Enzo yönündə. Murad Əzizli. Əmlə keçmədi. Murad Əzizli, Elmi Məmmədli. Tamam yoldaşlarla bir qədər hərəkətlənməsi istəyir. Diaqonal ötürmə gələ bilər. Məhz ötürmə Məhəmməd Yunusova doğruydu. Müdafiəçinin, burada Enzo müdafiəçinin müdaxiləsi vardı. Yusuf Əzimzadə. Maga, Maga. Aykan da su ortada. Anar Erzumalov. Yusuf Əzimzadə. Yusuf. Sağ ol Ulvi. Uşak Elmi. Maga arkanda. Qarşı parlı ötürmə Elmi Məmmədli bir qədər əvvəl bu nöqtədən fərqlənmişdi. Elminin zərbəsi. Müdafiəçiləri təyin top meydanı tərk edir. Korner. Güncdən zərbə qarşılaşmada son 8 dəqiqə və 5 cavabsız qolun şahidiyik. DFM 5-0 hesabı ilə öndədir. Ya bir qol mu gəlir? Elmin. Zokinsə qapı arxasında toxunmağı, başda zərbə indirməyə bacardı. Son anda xilaskar rolunu oynamışdı Məhəmməd Yunusov, Anar Erzumalov. Təzyiq var, Anar tələsmir, ən geriyə. Murad Əzizli bir qədər ötürmə qısa qaldı. Murad. Enzoy. Sulara fərqləmə imkan vermədilər. İbrahim Qarayev. Yusuf. Müdaxilə var. Əzimzadə yenə qazanmaq istəyirdi İbrahim Qarayev. Onun yoldaşının köməyinə çatır, qayda pozulmuyub. Topa aid müdaxilə Elmi Məmmədli. Zərbə indirmə, götürmə verdi Cahid Əhmədov. Elmi zərbə qapı diri, təkrar həmlə. Daha bir korner. Daha bir köşkdən zərbə DFM adına. İbrahim Qarayev öndə qaldı. Mərkəzə doğru ötürmə. Anar Erzumalov. Atıl topa ilə daxil edildi Elmin. İbrahim Qarayev. Defem oyuncuları yenidən topa ilə keçirdi. Anar Erzumalov. Bir ara ötürməsi Qarayev. Cina doğru. Cahid Əhmədovdur bu. Zərbədən imkan verilmir. Yusuf Əzimzadə Elmi Məmmədli. Rəqibi müdafiədən çıxarmır Dinev kollektivi. Mərkəzə doğru ötürmə İbrahim Qarayev. Aydın Qasımovun yetirmələrinin yeni əmləsini izləyirik. İbrahim, gözəl ötürmələr. Ötürmələrlə səmti dəyişməyə bacardılar Cahid Əhmədov. İki nəfərin atəşisindən zərbə indirdi. Sonda bir toxunuş var idi. Qardaşlar, niyə ekran bəyənmirik? Bəyənək, paylaşaq, zəhmət olmazsa yayıma dəstək olaq ki, bu gənclərimiz daha çox kütlə qarşısına çıxsın. Daha çox şəxsi izləsin. Meydanın sol tərəfdə Dinev kollektivi. Aydın Qasımovun yetirmələri, sağ tərəfdə isə Enzo United komandası çıxış edir.
Yusuf Əzimzadə. Yusuf çətinlə dosa. Qırmızı verməyə bacarmışdı Əzimzadə. Yıxıldı, Duldu mübarizəsinə davam edir. Əzimzadə. Meydan tərk etməyib, davam etmək lazımdır. Anar Əzzumanov. Rəsulun Anarla mübarizəsi var idi. Elmi komandalaşının köməyinə çatdır Anar. Cahid Əhmədov. Burada top özünə bir qədər rəlli buraxdı. Qarşılaşmada son 4 dəqiqə. Daha bir zərbə, qüvvətli zərbə idi. Müdafiəçilərdən geri qayıtdı. Altın top oyuna daxil edilməlidir. Bir daha qeyd edək, Koroğlu Sport İdman Meydançasında 9 yaşlar arasındakı Respublika çempionatı Diniye Futbol Məktəbi və Enzo United komandaları üzrədir. DFB-in 5 cavabsız qolu var. Diniye Futbol Məktəbi 5, Enzo United 0. İbrahim Qarayev. Refil bildir ki, qayda pozulmuyor. Məhəmməd Yunisov 2 nəfərin arxasından topu çıxardı. Yunisov. Anar Erzumanov. Ödə pozulmuyor İbrahim Qarayev. Hələ də mübarizə var. Top sanki ayağına yapışmışdı. Qarayev. Divar ötürməsi idi Anar Erzumanov. Qayda pozuntusu qeyd aldı. Standart vəziyyət cərimə zərbəsi. Görə zərbəni kim yerinə yetirəcək? Cahid mi, Elmi mi? Aydın Qasımov yanına çağırdı. Deyəsən, Elmin zərbəni yerinə yetirəcək. Sloxay oyuncusu Elmin işarə gəldi. O bir ev tapşırıqda Cahid. İbrahim Qarayev. Qarayev rəqibini yola saldı, ötürmə. Bravo, bravo. Elmi Məhəmməd, Elmi! Qapı teri. Bugün tirləri saydı Elmi Məhəmməddir. Doğrudur ki, çox da bir baxımlı qola imza atıb. Ötəşən bir qolu var. Məhəmməd Yunisov. Qarşılaşmada son dəqiqə yarım. Bunu da xatırlatmasını edək. DFM artıq qələbədən vaxt ayırır. Yusuf Əzimzadə zərbə keçmədi. Əzimzadə, İbrahim Qarayev. Yusuf Əzimzadə. Qayda pozulub. Əzimzadə yerdə qaldı. Meydanda adını ən çox səsləndirdiyim oyunculardan biridir. İlk hissədə də bir qədər çabuk səslənsə də rəqibi bezdirmişdi. Sağ cinatdan etdiyi həmlələrlə, bitirmələrlə rəqibinin qarşısında aciz qaldı. İndi standart vəziyyət. Desən zərər çəkən özü Yusuf Əzimzadə zərbəni yerinə yetirəcək. Bir ev tapşırığı da zərbə. Cahid Əhmədovdan alınmır. Məhəmməd Yunisov. İbrahim Qarayev. Heç cür müdafiədən çıxarmaq istəmir. DFM oyuncular rəqibi. Bunu da bacarırlar. Sadəcə qayda pozulmuşdu və xatırladım ki, görüşdəki son dəqiqə. Artıq DFM Diniye Futbol Məktəbinə qələbədən saniyələr ayırır. Renzo təsəlli qolunu axtarır. İmkan verilmədi. Bu sərbəst zərbədə artıq. Yerdəkən ayaqlar arasında çox saxlamışdı. Referdə sərbəst zərbəni qeyd alır. Murad Əzizli.
Əzimzadə, İbrahim Qarayev. Yeniden Əzimzadə oynadı. Eyni icraata Cahid Əhmədov da hərəkətləmişdi. Ona doğru itirmə bir qədər izafi güclü edildi. Anar Erzumanov. Qapıcı Dadı satır. Erzumanov top meydanda saxladı. Rejimkarlıq göstərdi. İbrahim Qarayev. Özlə artıq referidə, bəli. Referidə qarşılaşmanı bitirdim. Maraqlı mübarizənə şahid olduq. Dini futbol məktəbi, DFM kollektivi 5-0 hesab ilə İncə United komandasını məğlub edir. Bu gözləm üçün hər iki komanda təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.